Bu bir faktor ki, təkcə Azərbaycanda yox, bütün dünyada yollar getdikcə daha da yaxşılaşır. Maraqlısı budur ki, bu fonda crossoverlərin sayı artmaqdadır. Görəsən, nədir səbəb? Əlbəttə, insanların aktiv istirahətə meyilli olması, onların təbiətə yaxın olmaq arzusu. Çanqanın Azərbaycanda rəsmi dileri Serena Motors cəmi bir ay öncə Bakının ticarət mərkəzlərindən birində bu avtomobilin rəsmi təqdimatını keçirmişdi. Bugün isə Şamaxıda onun test drive'ı təşkil olunur. Voyage, voyage, plus loin que la nuit et le jour. Voyage dans l'espace inouï de l'amour. Voyage, voyage sur Bakı-Şamaxı Pirqulu marşrutu üzrə baş tutmuş yürüyüşdən sonra Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında testlərin qəhrəmanı ilə tələsmədən tanış oluruq. Bəli, buranın ab-havası tələskənliyə yol vermir. Dəniz səviyyəsindən 1500 km hündürlükdə yerləşən unikal elm obyekti 1960-cı ildən başlayaraq Cənub göyünün öyrənilməsi ilə məşğuldur. Buranın təbiəti elədir ki, aylı gecələrin sayı ildə 200-ə çatır və bu isə ulduzları müşahidə etmək üçün əlverişli şərait yaradır. Lakin biz bugün başqa bir ulduzla tanış oluruq. Bəli, şübhəsiz təklif olunduğu qiymət segmentində ən parlaq dizaynlı və ən zəngin təchizatlı crossover Çanqan CS75 çox güman ki, tezliklə alıcılar tərəfindən sevilib əsl ulduza çevrilə biləcək. Müasir eksteryerli Çanqan CS75 əsl stil daşıyıcısıdır. Çoxları dərhal qeyd etdilər ki, avtomobil Land Rover Freelander 2 yaxud hətta Range Rover Evoqa bənzəyir. Əvvəla qeyd etməliyik ki, Çanqan CS75-in eksteryerini məşhur İtalyan dizaynerləri işləyib hazırlayıblar. İkincisi, bənzəyəndə nə olar ki, axı hamının bahalı və prestijli crossover almaq imkanı yoxdur. Amma hamı gözəl avtomobilə sahib olmaq istəyir. Yəqin ki, avtomobilin qabaq hissəsində üstündə Çanqan yazılmış xromlu radiator toru və orijinal stildə tərtib olunmuş diodlu və linzalı faralardır. Avtomobil arxa tərəfdən də elə profildən də pozitiv təəssüratlar oyadır. Qeyd edək ki, onun klirensi 190 mm, bagaj bölməsinin həcmi isə 590, arxa oturacaqlar qatlanarsa 1560 litrdir. Əlbəttə, Çanqan CS75-in öz qiyməti üçün təklif etdiyi gözlənilməz təchizatı təəccübləndirməyə bilməz. Təsəvvür edin, onun baza komplektasiyasına ABS, ESP, təkərlərdəki təzyiqə nəzarət sistemi, ölü zonaların monitoringi, cruise control, oturacaqların elektrik tənzimlənməsi, start-stop düyməsi, daha nələr. Avtomobilin müasir multimedia sistemi, sensorlu displey və naviqasiya ilə təchiz olunub. Salonun yetərincə geniş və rahat olmasını da vurğulamaq olar. Əlbəttə 20.900 manatdan başlayan qiymətlə təklif olunan avtomobil üçün heyrətləndirici komplektasiyadır. Lakin iş təkcə təchizatla da bitmir. Salonun tərtibatında istifadə olunmuş materiallar eləcə də yığım keyfiyyəti təəccübləndirməyə bilməz. Bu avtomobil deyəsən Çin məhsulları ətrafında formalaşmış köhnə stereotipləri alt-üst etmək üçün yaradılıb.
Changan CS75-in mühərriki də maraqlı təklifdir. 1,8 litr həcmli turbolu motor 177 at gücü və 230 Nm fırlanmanı hasil edir. Yaponiya mənşəli 6 pilləli avtomat sürət qutusu ilə birlikdə bu motor istər avtoban, istərsə dağ serpantillərində sürücünün ərklə davranmasına zəmin yaradır. Sükan idarələnməsi və əyləc sisteminə də hər hansı irad tutmağa əsas yoxdur. İlk dəfə bu avtomobil Moskva Beynəlxalq Avtosalonda diqqətimi cəlb etmişdi. Özü də əvvəlcə avtomobilin özü yox, onu təqdim edən materiallarda rast gəldiyim başlıqlar. Onlar təxminən belə səslənirdi. Bu avtomobil ruslara Çinliləri sevməyi öyrədəcək. Gəlin razılaşaq, yetərincə ambisiyalı bəyanatdır. Lakin avtomobillə yaxından tanış olduqdan sonra fikirləşirsən, heç də əsassız deyilmiş.